Bismillahirrahmanirrahim. Bağışlayan, rəhm eləyən, mərhəmətli, mehriban Allahın adı ilə başlayıram. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ər-Rəhman, Ər-Rəhim Allahın adlarından, sifətlərindən biridir. Allah qiyamət gününün sahibi, qiyamət gününün padişahıdır. Həmd edirik Allaha nemətlərinə görə, şükür edirik Allaha dünya və qiyamət nemətlərinə görə. Allah qiyamətdə sizləri və bizləri 14 məsumun əhl-i beytin şəfaətindən ayrı salmasın. Allah cəmi dünyasını dəyişən şəhidlərimizə rəhmət eləsin. Allah yaralı qazilərimizə özü şəfa versin. Allah millətimizi, xalqımızı, dövlətimizi qorusun və millətimizin, xalqımızın üzərindən yaman yel əsirməsin inşallah. Bu günləri Məhərrəm ayının 1-ci günüdür və Allah dünyasını dəyişənlərimizi, xüsusən də şəhidlərimizi qiyamət günündə Əhl-i Beytlə Həzrət İmam Hüseyn əleyhissalamla məşhur eləsin. Və bu günləri Məhərrəm ayının 1-ci günü olmağı ilə bahəm mən istərdim ki, nəfs barəsində danışaq. Görək insanın nəfsi insanı hansı hissələrə aparıb çıxarır. Ümumiyyətlə nəfs nədir? Nəfsin mahiyyəti nədir? İnsanda nəfs olmalıdır, yoxsa insanda nəfs olmamalıdır? Cavab budur ki, insanda nəfs olmalıdır. Çünki nəfs olmasa insan yaşaya bilməz. Amma həddində, dəyərində, həddi aşmamaq şərti ilə hədislərdə, Quran ayələrində qeyd olunur ki, belə problemi yoxdur. Allah Quran-Kərimdə nəfs haqqında bir çox ayələri biz insanların diqqətinə çatdırır. Mən istərdim ki, bu günləri Məhərrəm ayının 1-ci günüdür və nəfs haqqında Qurandan bir neçə ayələri qeyd eləyək. Allah Quranda ayədə deyir ki, La uqsimu biyavmil qiyaməti. And olsun qiyamət gününə. Allah qiyamət gününə and içir. Bir ayədə deyir ki, və nəfsin və ma səvvaha fəəlhəməha fucurəha və təqvaha. And olsun nəfsə və onu yaradana, ona yaxşı və pislikləri ilham edənə. Sonra Rum surəsinin 29-cu ayəsində Allah yenə də nəfsdən danışır. Quranın bir neçə ayələrinə biz nəzər salanda orada nəfs barəsində Allah biz insanlar üçün çoxlu məlumatlar verir. Allah Quran-Kərimdə Rum surəsində deyir ki, lakin zülm edənlər nadanlıqla nəfslərindən gələn istəklərə uydular. Allahın yoldan çıxardıqlarını doğru yola kim sala bilər? Onlara kim kömək edə bilər? Yəni onlara kömək edən bir kəs tapılmaz. Bir insanı ki Allah yoldan çıxardı, İnsan nəfsinə uydu. Əgər insan nəfsinə uydusa, Allah həmən insanı yoldan çıxardısa, Allahdan başqa kimsə onu doğru yola sala bilməz. Quran bizə bu məsələni açıqlayır. Usul-u Kafi kitabı çox böyük bir kitabdır. Orada Allahın bir neçə peyğəmbərlərə və eyni zamanda məsumlara tövsiyələri var. Usul-u Kafi kitabında Allah Həzrət İsa Peyğəmbərə öydlərində, nəsiyyətlərinin birində deyir ki, ey İsa, oyaq olanda günah eləmə. Çox maraqlı bir məsələdir. Çünki nəfs insanı günaha sürükləyir. Nəfs insanın imanın aradan aparır. İnsanın əxlaqına təsir edir. İnsanın mənəviyyatına təsir edir. İnsanın ruhuna təsir edir. Özü də mənfi təsir edir. Deyir ki, ey İsa, oyaq olanda günah eləmə. Ayıq olanda qəflətə düşmə və öz nəfsini məhvə səbəb olan şəhvətlərdən ayır. Ya İsa, səni məndən uzaqlaşdıran hər bir şəhvətdən uzaqlaş. Yəni, günahda bir cazibə var, bu da təbiidir. Günah həmişə insanı özünə tərəf çəkir. Yəni, insan bu cazibəyə düşməmək üçün insanda iman, təqva o qədər yüksək səviyyədə olmalıdır ki, insanın həmin cazibəyə düşməməsinin qarşısını alsın. Ona görə də Həzrəti İmam Əli deyir ki, kim nəfsinin istəyinə tabi olsa, insan var nəfsinin quludur. İnsan var nəfsinə tabi olub. Həzrəti İmam Əli deyir ki, kim nəfsinə tabi olsa, həmən istək insanı kör eləyər. Quranda ayədir, xətəməllahu əla qulubihim və əla səmihim və əla əbsarihim ixşavə və ləhum əzabun əzim.
Peyğəmbər onların qəlbləri möhürlənib, qulaqlar da möhürlənib, gözlərinin önündə pərdə var, haqqı görmürlər. Kim nəfsi istəklərinə tabe olsa, o insan kör olar. O insan kar olar. Və həmin nəfsi insanı xar eləyər, insanı yolundan azdırar. Gərək nəfsi insan özünə tabe eləsin. İnsan nəfsə tabe olmasın.